Salamlar. Heç düşünmüsünüzmü ki, dediyiniz hər söz əslində gələcəyiniz üçün qoyduğunuz bir kirpiçdir. Mənbə materialımıza görə, bu sadəcə poetik bir ifadə deyil, reallığın özüdür. Bəli, danışdığımız sözlər sadəcə səs deyil, reallığımızın memarıdır. Bugün bəlkə də biraz mübahisəli görünən, amma inanılmaz gücə malik bir ideyanın dərinliklərinə baş vuracağıq. Həyatınızı kökündən dəyişə biləcək bir qanunu birlikdə kəşf etməyə hazırsınız. Okey, gəlin birbaşa mətləbə keçək. Mənbə materialımız bizə deyir ki, siz hər şeyi səhv edirsiniz. Tamamilə hər şeyi. Vay! Bu sözlər bilirəm biraz kəskin səslənir. Hətta insanı bir anlıq müdafiəyə keçməyə məcbur edir. Amma dayanın, məqsəd sizi tənqid etmək deyil, əsla. Məqsəd transformasiyadır. Yəni dəyişimdir. Bunu illərdir içinizdə yatan o nəhəng potensialı oyatmaq üçün bir zəngli saat kimi düşünün. Yaxşı, bəs bugünkü yol xəritəmiz nədir? Gəlin baxaq. Öncə çox məşhur olan təzahür mifini dağıdacağıq. Sonra sözlərin reallığı necə yaratdığını sirrini açacağıq. Daha sonra beynimizdəki o gizli avtopilotdan, yəni şuuraltı paradigmamızdan danışacağıq. Buradan uğurun məntiqinə keçid alıb, sonda isə ən vacibi. Bütün bunları bilərək gələcəyimizi öz dilimizlə necə danışacağımızı, necə yaradacağımızı öyrənəcəyik. Beləliklə, ilk bölməmiz təzahür mifi. Yəni, pozitiv düşünmənin niyə tək başına kifayət etmədiyi. Bəli, düz eşitdiniz. Çoxumuzun bildiyi və tətbiq etdiyi bir şey var. Amma mənbəyimizə görə bu, əslində, bizi hədəflərimizdən uzaqlaşdıra bilər. Görəsən, siz də fərqində olmadan bu tələyə düşürsünüz? Baxın, adətən bizə nə deyirlər? Uğur haqqında düşün, məqsədlərini gözünün önündə canlandır, pozitiv təsdiqlər söylə. Bunlar pis şeylər deyil əsla, amma gizli bir qüsur var. Bütün bunlar əslində səssiz bir niyyət, bir gözləmə strategiyasıdır. Yəni sadəcə dəyişiklik üçün bir ümiddir. Problem də elə budur. Onlar passivdir. Bir şeyi arzulamaqla ona sahib olmaq arasında böyük bir fərq var. Bu metodlarda reallığı hərəkətə gətirən o əsas element, yəni şuurlu bir əmr yoxdur. Yaxşı, əgər pozitiv düşünmək yetərli deyilsə, bəs nədir o əsas açar? İndi gəldik məsələnin ən maraqlı yerinə. Həyatımızın əsl memarının, yəni sözlərin reallığı necə yaratdığını sirrinə. Söz, ağzımızdan çıxan o səs. Biz ona nə qədər əhəmiyyət veririk? Mənbəyimizə görə danışılan hər bir söz əslində 3 qatlı bir gücə malikdir. Birincisi, o kainatla bir müqavilədir. İkincisi, şuuraltınıza verdiyiniz bir əmirdir. Və üçüncüsü, ətrafınızdakı kvant sahəsinə göndərdiyiniz bir enerji siqnalıdır. Yəni, siz danışanda sadəcə səs çıxarmırsınız, siz əmr verirsiniz, siz yaradırsınız. Baxın, bu sitat hər şeyi izah edir. Kainat, şuurlu bir əmrin hökümlü səsinə baş əyir. Bu nə deməkdir? Mənbəmiz bunu çox gözəl bir nümunə ilə izah edir. Dini mətnlərdəki yaradılış hekayəsini düşünün. Orada deyilmir ki, yaradan işıq haqqında düşündü və ya onu vizuallaşdırdı. Xeyr, o əmr verdi. Dedi ki, işıq olsun və işıq oldu. Bax, ideyanı fiziki reallığa çevirən şey məhz bu səsli əmr, bu bəyanatdır. Ancaq burada çox kədərli bir həqiqət var. Bizə verilən bu inanılmaz yaradıcı gücü, bu aləti çox vaxt öz əleyhimizə işlədirik. Məsələn, mənim buna gücüm çatmaz, zəmanə pisdir, çox çətindir, yoxlayaram amma kimi ifadələr? Bunlar sadəcə cümlələr deyil, bunlar özümüzə verdiyimiz dağıdıcı əmrlərdir. Biz sözün əsl mənasında yoxsulluğu, çətinliyi, uğursuzluğu dilimizlə həyatımıza dəvət edirik. Amma bunun bir də yaradıcı tərəfi var. Yəni, arzuladığınız nəticəni sanki artıq baş veribmiş kimi indiki zamanda bir fakt kimi danışmaq. Ssenarimi dəyişmək bizim əlimizdədir. Yaxşı, bəs niyə mənfi danışmağa bu qədər meyilliyik? Və ya niyə dəyişmək bu qədər çətindir? Cavab bir sözdə gizlidir. Paradigma. Gəlin indi həyatımızı idarə edən o görünməz avtopilotla, yəni şuuraltı paradigmamızla tanış olaq. Paradigmanı anlamaq üçün ən gözəl bənzətmə budur. O, beyninizin termostatıdır. Baxın, evinizdəki termostatı 22 dərəcəyə ayarlamışsınız. Pəncərəni açıb otağı soyutsanız nə olar? Termostat dərhal sistemi işə salıb temperaturu yenidən 22 dərəcəyə qaldırar. Eynilə, sizin də bir uğur və xoşbəxtlik termostatınız var. Qısa müddətli bir motivasiya ilə gəlirinizi artırsanız belə, əgər daxili termostatınız köhnə səviyyəyə proqramlanıbsa, bir müddət sonra şuuraltınız sizi yenə də o normal hesab etdiyi vəziyyətə geri qaytaracaq. Daha sadə desək, paradigma nədir?
Şuuraltımızda dərinə kök salmış, demək olar ki, bütün avtomatik davranışlarımızı idarə edən adətlər, inanclar toplusudur. Səhər yuxudan necə durmağınızdan tutmuş, pula qarşı münasibətinizə qədər hər şeyi, bəli, hər şeyi bu görünməz avtomat pilot idarə edir. Mənbəmizdəki başqa bir möhtəşəm bənzətmə də budur. Gedəcəyiniz yeri dəyişmək üçün sadəcə sükanla mübarizə aparmaq yox, gəminin kompüterini yenidən proqramlaşdırmaq lazımdır. Təsəvvür edin, siz nəhəng bir okean laynerinin kapitanısınız. Şuurlu ağlınızla sükanı başqa tərəfə çevirməyə çalışırsınız, amma gəminin avtopilotu, yəni paradigmanız, köhnə istiqamətə proqramlanıb. Nə qədər mübarizə aparsanız da, avtopilot sizi yenə bildiyi yola qaytaracaq. Deməli, əsl dəyişiklik üçün sükanla yox, birbaşa o avtopilotla, yəni paradigma ilə işləmək lazımdır. Yaxşı, bütün bunlar çox maraqlı səslənir, amma bəlkə də düşünürsünüz ki, bunun bir sübutu varmı? Əlbəttə. Gəlin indi nəzəriyyədən fakta keçək və uğurun arxasındakı məntiqi, bu qanunun real həyatdakı sübutlarını araşdıraq. İndi sizə şok edici bir rəqəm deyəcəm. Mənbəmizə görə dünyada qazanılan bütün pulların təxminən 96%-i kim tərəfindən qazanılır bilirsiniz? Əhalinin sadəcə 1% tərəfindən. Bir dəqiqə dayanıb bu rəqəm haqqında düşünün. 96%, cəmi 1% insanda. Bu necə ola bilər? Bu 1%-in digər 99%-dən nəyi fərqlidir? Cavab təhsildə, şansda ya da daha ağıllı olmaqda deyil. Xeyr, fərq tamamilə daxildədir. Onların daxili proqramlaşdırılmasında, yəni paradigmasındadır. O 1%-in paradigması uğura, zənginliyə köklənib. Onların beynində fərqli bir uğur məntiqi işləyir. Və bilin ki, bu qanunlar heç də yeni bir kəşf deyil. Onların tarixi çox dərindir. Məsələn, polad maqnatı Andrew Carnegie bu qanunları yaşayıb və həyatına tətbiq edib. O, bu sirri bütün dünyaya çatdırmaq üçün gənc bir jurnalistə, Napoleon Hill'ə bir tapşırıq verir. Hill tam 25 ilini Carnegie'nin tanış etdiyi 500-dən çox super uğurlu insanı araşdırmağa həsr edir. Və nəticə kəşf edir ki, hamısı, istisnasız olaraq hamısı eyni universal qanunlara, eyni fundamental prinsiplərə əsasən fəaliyyət göstərir. Bütün bu məlumatlar möhtəşəmdir. Amma indi ən vacib sual gəlir. Mən bütün bunları öz həyatımda necə tətbiq edə bilərəm? Elə isə gəlin son bölməmizə keçək və öyrəndiklərimizi praktikaya çevirək. Gələcəyimizi öz dilimizlə necə danışacağımızı və həyatımızın peyğəmbərinə necə çevriləcəyimizi öyrənək. Proses əslində çox sadədir, amma intizam tələb edir. 4 addımdan ibarətdir. 1. Məqsədinizi seçin. Həqiqətən bütün qəlbinizlə nə istədiyinizə qərar verin. 2. Onu bir fakt kimi bəyan edin. İstəyirəm yox, sahibəm deyin. Sanki artıq reallaşıb. 3. Onun reallığını indi, bu an hiss edin. O hədəfə çatanda nə hiss edəcəksinsə, o emosiyanı indi yaşayın. Və 4. Sarsılmaz bir inamla hərəkət edin. Yəni, o məqsədə artıq çatmış insan kimi düşünün, danışın və davranın. Amma bütün bu prosesin bir yanacağı var. Onsuz heç bir şey işləməz. Bu emosiyadır. Baxın, bu sitata diqqət edin. Emosiya, kainatın anladığı dildir. Onsuz sizin fikriniz küləkdəki quru bir yarpaq kimidir. Yəni, siz istədiyiniz qədər təkrarlayın. Əgər o sözləri hiss qatmırsınızsa, onlar boş səsdən ibarətdir. Kainat sizin sözlərinizə yox, o sözlərin arxasındakı enerjiyə, hissə cavab verir. Hədəfinizə çatdığınızı təsəvvür etməyin, onu hiss edin. O sevinç, o qürur, o rahatlıq. Bax, əsl yaradıcı güc o hissdədir. Və sonda hər şey çox sadə bir seçimə gəlib çıxır. Düşünün, qorxu da, inam da eyni şeyi tələb edir. Hələ görmədiyin bir şeyə inanmaq. Qorxu ilə gələcəkdəki mənfi bir senariyə inanırsınız, inamla isə müsbət bir senariyə. Hər ikisi də eyni enerji ilə işləyir. Bəs siz reallığınızı proqramlaşdırmaq üçün bugün hansını seçəcəksiniz? Unutmayın, kağız da sizin əlinizdədir. Bugündən etibarən özünüz haqqında hansı hekayəni danışacaqsınız?